Herkese selamlar dostlar. Mən Xəyal YouTube kanalına xoş gəlmisiniz. 2026 altcoin səbəti videosu ilə qarşınızdayım. Amma elə bir səbət yaratmayacaq. Niyə? Dostlar, zamanında bilirsiniz də, hardasa 2017-lərdə, 2018-lərdə buğa başladı. 21 buğası oldu, daha sonra yeni bir buğa, Bitcoin ATH-ı, Ethereum ATH-ı və s. Zamanında aldığınız altcoinlər indi hansı yerdədirlər? Birinci ona baxmaq lazımdır. İkinci məsələ, mən artıq kriptovalyuta bazarında hər hansısa bir səbət yaratmağın əleyhinəyəm. Yəni, demirəm yanlış edirsiniz, səhv edirsiniz, amma mən artıq altcoin səbəti yaratmaq istəmirəm. Niyə? Çünki hər hansısa bir altcoin'i alıb saxlamaq artıq təhlükəlidir. Yəni, bunun son buğa dövrü, əslində hətta bu son yaşadığımız bu 2 il bizə onu göstərdi ki, hər hansısa bir altcoin'i alıb saxlamaq yerinə onu mütəmadi şəkildə trade eləmək daha məqsəd uyğundur. Bu mənim şəxsi fikrimdir. Siz istədiyiniz coin'i alıb saxlaya bilərsiniz. Hətta bəlkə də 26-cı il ərzində hansısa aylarda paylaşa bilərəm ki, bu ayın coin'i bu ay yaxşı ola bilər və s. kimi coin'lər paylaşa bilərəm, amma artıq mən altcoin səbəti yaratmaq istəmirəm. Çünki bildiyiniz kimi hazırda Bitcoin ən başlıca olan kriptovalyutadır. Bunu alıb saxlamaq bəlkə də məqsədə uyğundur. Hətta alıb saxlayanlar da çoxdur. Bu kriptonun özəyidir zaten Bitcoin, amma niyə? Yəni mən artıq onu alıb saxlayanda özümü güvənli hiss edəmirəm. Altcoinlərin 90% mənim üçün ümumiyyətlə zibilxanadır və düşünürəm ki, əgər hər hansı bir altcoin alıb saxlayacamsa, bu ETF-i olan coinlər, yəni artıq səhm olaraq belə qəbul olunan coinlər, indi Bitcoin-dir, Ethereum-dur, Solana-dır, XRP-dir, Doge-dur və s. digər coinlər-dir. Onları alıb saxlamaq olar. Niyə? Çünki artıq böyük şirkətlər, BlackRock, iShares, Vanguard kimi şirkətlər də onlara yatırım edir. Onları alıb saxlamaq olar. Amma mən hər hansısa bir altcoin səbəti yaradım, sonra o ziyana geçsin, arasından bir neçəsi yüksəlsin, onun ziyanını qarşısına alsın və s. kimi şeylər artıq eləmək istəmirəm. Biz bir cəmiyyətik, traderik və bizim işimiz nəyisə alıb satmaqdır, alıb saxlamaq yox. Alıb saxlamaq investorlara aid olan bir xüsusiyyətdir və onlar səhm alıb saxlayırlar. Yəni hansı ki, böyük şirkətlər, nə bilim, Nvidia-sı olsun, Microsoft olsun, Circle-dur və s. kimi səhmləri alıb saxlamaq. Niyə? Çünki onlar kripto bazarından daha volatil deyirlər. Düzdür, daha böyük məbləğdə həcmdə pul var orada və itki olanda da böyük məbləğlərdə itki olur, amma kripto nəzərən daha az hərəkətli olan bir bazardır, bir sferadır. O görə mən artıq altcoin səbəti 2026-2027 falan ilin səbəti demək yerinə ən azından hər ay hansısa bir coin yüksəliş görəcəmsə və yaxud da o ay ərzində həmin o coin yüksəlirsə, ona uyğun səbətlər yaratmağı, yenə deyirəm, səbətə qarşıyam, amma istəyənlər üçün yaratmağı düşünəcəm. Mənim işim tradedir, biz trade edəməliyik, nəyisə alıb saxlamaq. Mənim strategiyama aid deyil. Mən bu işi görənləri, bu alıb saxlayanları pisləmirəm də, elə bir haqqım da yoxdur. Hər kəsin öz strategiyası var. Amma mənim işim trade edəməkdir. Nəyisə alıb, nəyisə satmaq. Bitcoin-i zamanında alsaydı filan şeylərdə bu dövrlər artıq keçdi və biz artıq o Bitcoin-i ala bilməmişik. Və yaxud da sonraki Bitcoin nədir, kimdir, necədir, onu həqiqətən tam dibə qədər araşdırmaq lazımdır və dünyada dönən oyunlar deyəndə indi elə başa düşməyin də, yəni hansısa bir siyasi vəziyyət, hansısa bir finansal vəziyyət, iqtisadi böhran və s. nəyi necə yüksəldəcək, onu zaman olaraq görmək lazımdır, yaşayıb görmək lazımdır. Mən oturub hansısa qrafika baxıb bir şey yüksələcək deyə bilirəmsə, 2026 ili ərzində o coin'i yüksəlməyi artıq mənim üçün biraz xülyadır. Ona görə də mən düşünürəm ki, sizlərlə trade'i paylaşım, trade etdiyim coinləri paylaşım, vaxtaşı olaraq nəyi alıram, nəyi satıram, bunları bilməyiniz mənim üçün daha uyğundur deyə düşünürəm. Bəlkə də səbət məqsədi ilə girmişdiniz videoya, üzrlü sayılma mənim strategiyama uyğun deyil. Ən azından biz çalışacağıq ki, trade-lə sizin səbət eləməli olduğunuz, səbət etmək istədiyiniz coinlərdə, nəinki o coinlər, digər coinlərdə də qazanc əldə edə bilək.
Video bəyəndinizsə, bəyənin, abunə olun, kanalı paylaşın dostlarınızla. Telegram kanalımıza daxil olun. Mənim vaxtaşırı paylaşacağım coinlər hamısı Telegramda olacaq. Böyüməyimizə dəstək olmağınızı istəyirəm. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.